Gözlənilən gün gəldi çatdı. Bəli, bu həmin gündür. Bu mənəm. Bu mənim paltarımdır. Bu mən qızartdığım toyuqdur. Ad günüdür bu günləri. Çox şükür. Yadınızdadır bir aydır bunun söhbəti gedirdi. Məni belə qəşəng bəzəməkdə salon qızlara çox sağ ol deyirəm. Hacı Qabul Lazer salonunun qızlara çox sağ ol deyirəm. Hacı Qabul Lazer salonunda 4 saylı məktəblə üzbəüzdür salondur. 2-ci mərtəbəsində yerləşir orada. Gedə bilərsiniz. Orada dırnaq ustası da var. Dırnaqlarımı səliqəyə salıb çox sağ olsun. Makyaj ustası, həmçinin lazer də var. Siz də gedib yararlana bilərsiniz. Siz də mən kimi gözəl ola bilərsiniz. Və bir şey deyəcəkdim sizə. Yemək yeməmişdən əvvəl deyim. Çünki bəzi insanlar yemək yeyəndə əsəbləşirlər və qulaq asmırlar. Mən isə məni izləyən, bu video baxan hər kəsin bu video qulaq asmağını istəyirəm. Bilsiz niyə? Keçən illəri bu vaxtı, yüksək danışıram, üzrlü hesab edir, biraz həyəcanlıyam. Keçən illəri bu vaxtı 29 aprel 2024-cü ildə, 25-dir də indi hə. 24-cü ildə mən bu vaxtı mən pastildə ağlayırdım. Kravatımdaydım da prosta. Nə pulum vardı, nə necə deyim sizə, ad günüm, həvəsim vardı, bütün həyatım alt üst idi, işsiz idim, hər şeysiz idim də yəni. Düz o vaxtlar səhifəm vardı, amma səhifəm çox yeni deyil, 2-3K izləyicisi yox idi. Bu TikTok səhifəm, Instagram səhifəm isə heç yox idi. Demək istəyirəm ki, əgər gördüyünüz bu qadını görürsünüzsə, bu qadının belə görünməyinin, belə istəmə mən istəmişəm. Mən istəmişəm, Allah mənim izləyicilərimin əli ilə məni belə yaradıb. Belə bir formaya salıb. Çünki onlar mənə dəstək olmasaydılar, onlar mənə izləməsələr, həm pul, maddi cəhətdən, həm mənəvi cəhətdən, həm videolar like eləməsələr, yaxşı yorum yazmasalar, videolar kəşfiyyata düşməsə, mən izləyicim çoxalmasaydı, mən əlbəttə ki, bu Aynur'u olmayacaqdım. Amma bunun ilk səbəbində mənim istəməyim qalıb. Ki, mən onu istədim. Mən istədim və belə oldu. Deməli ki, nəymiş? Sən nəyisə istəyirsənsə, onu Allah sənə mütləq hər hansı bir yolla yetirərmiş. Belə, ad gün təbriklərinizə görə çox sağ olun. Neçə vaxtdır rəylərdə yazırsınız. Gördüyüm, görmədiyim, gördüklərimi bəyənirəm, cavab verə bilmirəm, hamıya təəssüf ki. Məni təbrik edirəm WhatsAppdan, Instagramdan, TikTokdan. Hamınıza çox sağ ol deyirəm. Və mən bir dəfə bir izləyici yazmışdı ki, Aynurə özgüvənsiz qadınların simvoludur. Azərbaycandakı bütün özgüvənsiz qadınların simvoludur və onu bilin ki, siz nə istəsəz odur. Əsas sizin nə istəməyinizdir, bizim nə istəməyimizdir. Belə. Təşəkkür edirəm məni izlədiyinizə görə. Heyf ki, yeyə bilmədim. İndi bu günləri harada gedirəm, evdəyəm. Uşaqlarımla, bacımın uşaqlarını sevdiyim insanlarla və mən çox xoşbəxtəm. Bunun üçün də Allaha çox şükür edirəm, Allaha çox sağ ol deyirəm və sizə çox sağ ol deyirəm. Sağ olun.